İndi ola bilər ki, kompleks köklərin özü də təkrarlansın. Gəlin, baxaq görək o halda biz diferensial tənliyi necə həll edəcəyik. Bəli. Bax, burada da yenə uşaqlar. Tutaq ki, lambda bir kökü var. O A üstə gəl İB-dir. Dedi ki, lambda 2 kökü, lambda 1-in qoşması olacaq. Olacaq A çıxıq İB. Elədir mi? Tutaq ki, lambda 3 də bərabərdir elə lambda 1-ə. Yəni, bu da bərabərdir A üstə gəl İB-yə. Onda hökmən bir lambda 1 4 kökü də var ki, o da bərabərdir lambda 1-in qoşmasına. Bu da eləyəcək A çıxılsın İB. İndi bu ikisinə görə, lambda 1 və lambda 2 kökünə görə biz 2 həll yazırdıq. Düzdürmü? Onları işarə ilə Y1 üstü xət, Y üstü AX, kosinus BX. Bu da Y2 üstü xət, Y üstü AX, sinus BX. Bu iki həll oldu lambda 1 və onun qoşmasına görə. İndi bu təkrarlananda artıq Y 3 həlli olacaq. Onu da üstü xətlə işarə eləsək, olacaq X vurulsun, Y üstü AX, kosinus BX, Y 4 üstü xətt olacaq, X vurulsun, Y üstündə AX, sinus BX. Deməli, təkrarlanan halda, elə həqiqi halda olduğuna uyğun şəkildə hər bir həlli neynədik biz? X-ə vurmaqla təkrar 2 dənə xəttə asılı olmayan həll aldıq. Aydın oldu? Deməli, əgər 2 dəfə kökdürsə, lambda 1 ədədi, deməli, onun qoşması da 2 dəfə kök olacaq. Yəni, 4 dənə kökə uyğun biz 4 dənə xəttə asılı olmayan həll aldıq. X-in əvvəl göstərdiyimiz qaydada təkrarlananlara uyğunda deməli X-ə vuruldu. İndi 3 dəfə təkrarlansa eyni bir kök, deməli bunun altından biz təzədən 1, 2, 3, 4, X kvadratı vurulsun Y üstü AX, X kvadratı vurulsun Y üstü AX, sinus BX yazacaq. K dəfə təkrarlanandısa, deməli bu iki həll, sonra gəlir X vurulmuş, sonra X kvadrat vurulmuş, nəhayət X-in üstü K minus 1 vurulmuş o həllər şəklində xəttə asılı olmayan həlləri alacaq. Bunu ilə biz verilmiş tənliyin fundamental həllər sistemini tapmış olduq. Ümumi həlli necə yazacağıq? Onları ixtiyari sabitlərə vurub toplamaq. Aydındır? İndi gəlin baxaq. Bir misal üzərində bunu göstərək. Y2 bu xarakteristik tənliyi lambda kvadratı çıx, lambda üstə gəl 10, bərabərdir 0-a. Biz elə bir tənlik yazmaq istəyirik ki, bu xarakteristik kökləri təkrarlansın. Yəni, bunun kvadratı olsun da, lambda kvadratı çıx, lambda üstə gəl 10, bərabərdir kvadratı bərabər 0. Buna uyğun diferensial tənlik olacaq bunun açılışında dərəcələrin yerinə törəmələri yazdığımız tənlikdə. Elədir mi? İstəyirsiniz bunu 2 ədəd cəminin kvadratı kimi açın, yazın. Tapdınız? Kim gəlib yazır? Sonra kim gəlib? Yaz görək. Lambda üstü 4. Aha. Aha. Sonra kim gəldi? İndi bu hansı diferensial tənliyin xarakteristik çoxhəllisidir? Yaz ora görək. Hansı diferensial tənliyin xarakteristik çoxhəllisidir? Bir onu yazın. 4 4
Hə? Deməli, başdan biz bu tənliyi götürsəydik, bunun xarakteristik tənliyi olacaqdı bu şəkildə və onun da kökləri, indi tapdığımız kökləri yaz ora. Əvvəlcə tapmışdıq ha. Lambda bir nə idi? Lambda bir və yaz. Əvvəlcə tapmışdıq oradan. Aha. Lambda 2 qoşması. Sonra indi təkrarlanır da. Lambda 3-ü altdan yaz. Orada yerləşməz. Lambda 3 yenə də bu kökdür. Lambda 4 də bunun qoşması. İndi bu iki kökə uyğun həlləri yaz. Y1 üslü xət, Y2 üslü xət. Nə olacaq? İndi bu tərəfi silək. Təkrarlanan olanda Y3, Y4 üstü xəttlər nə olacaq? Onlar x vuracaq. Hə, yaz. Səliqə ilə yaz. Y3 üstü xətt olacaq. X vurulmuş. İndi bu salam. Bu da oldu deməli, kompleks köklər təkrarlanan olda diferensial tənliyin həlli. Biz artıq deməli, bütün 4 halın 4-ünü də aydınlaşdırdıq, elədir mi?